Küçələrdə qarşılaşdığımız istismar müddətini başa vuran köhnə maşınların aqibəti necə olur? Bir zamanlar insanların o baş bu baş sürdüyü, xeyri şərə getdiyi, indi isə köhnə və yararsız nəqliyyat vasitələrinin son dayanacağı utilizasiya məntəqəsidir. Çoxlarına elə gəlir ki, bura sadəcə bir maşın qəbristanlığıdır. Amma yox, bura avtomobillərin təkrar emal olunduğu ünvanda. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən utilizasiya məntəqəsi. Bura avtomobillərin qəbulu yeridir və burada əvvəlcə dövlət qeydiyyatından çıxarılan avtomobillər utilizasiya məntəqəsinə gətirilir və ətraf mühitə zərər verməməsi üçün yaralı hissələri sökülür. Yəni mühərrik, sürətlər qutusu, faralar, qapılar, təkərlər, disklər, salon hissələri çıxarılır və daha sonra preslənmə üçün aparata yerləşdirilir. Preslənən avtomobillər qutu halına düşür. Sonra bu dəmir parçaları yığılaraq metal əritmə zavodlarına göndərilir. Statistikaya görə ölkədə 2024-cü ildə 1966, 2025-ci ildə 19840, 2026-cı ilin ötən dövründə isə 13330 nəqliyyat vasitəsi utilizasiya üçün təhvil verilib. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Avtomobil Müfəttişi Aslan Hacıyev dedi. Onun sözlərinə görə, indiyə qədər onlardan 30 mini utilizasiya olunub. Utilizasiya proqramı köhnə və texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması yolu ilə həm yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə, həm də ətraf mühitə atılan zərərli tullantıların azaldılmasına mühüm töhfə verir. Köhnə nəqliyyat vasitələrinin utilizasiyası, yol hərəkəti təhlükəsizliyinin artırılması, texniki nasaz nəqliyyat vasitələrinin yollardan uzaqlaşdırılması, atmosferə atılan zərərli qaz və tullantıların azaldılmasına, ətraf mühitin qorunmasına, avtomobil parkının yenilənməsinə köməklik edir. Avtomobillərin utilizasiya proqramı çərçivəsində 1687 ədəd yeni yerli istehsal nəqliyyat vasitəsi güzəştli şərtlərlə əldə olunub. Bu barədə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov məlumat verdi. Onun fikrincə, ötən ildən bəri utilizasiya üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Yerli istehsal istiqamətində əvvəlki dövrlərə nisbətən artıq marka modellərin sayında da artımlar müşahidə olunur ki, bu da eyni zamanda əl çatımlılığı və proqrama marağı daha da artırır. Bununla yanaşı ona yaxın ümumilikdə marka üzrə yerli istehsal yeni nəqliyyat vasitələrinin satışı həyata keçirilir. Həmçinin bu ilin əvvəlindən etibarən artıq yerli istehsalçıların bu proqrama marağının artmasına şahidi oluruq. Belə ki, artıq Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunan yerli istehsal yeni nəqliyyat vasitələrinin də qısa müddət sonra proqram çərçivəsində satışı həyata keçiriləcəkdir. Bəs nəqliyyat vasitəsini utilizasiya verən şəxsə nə qədər ödəniş olunur? Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi zamanı tətbiq olunan güzəşt məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilibdir. Bunlar beynəlxalq təsnifatlar üzrə müəyyən olunubdur. Bizim gündəlik istifadəmizdə olan, daha çox yol hərəkətində olan, oturacaq sayı 8-dən az olan minik nəqliyyat vasitələri üzrə güzəşt məbləği 1500 manat məbləğində müəyyən edilibdir. Və proqramın müsbət xüsusiyyətlərindən biri də odur ki, utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayında heç bir məhdudiyyət yoxdur və eyni zamanda əldə olunan təsdiq edici sənədlər əsasında güzəşt məbləğlərini cəmləməklə bir yeni nəqliyyat vasitəsi üzərində də tətbiq olunması mümkündür. Yəni vətəndaş 10 ədəd 1500 manatlıq avtomobili utilizasiya təqdim edibsə, bu 15000 manatlıq güzəştə bərabər olur. Bir utilizasiya bir sənədə bərabərdir. Nəticə etibarı ilə 10 ədəd sənədi olan şəxs yerli istehsal nəqliyyat vasitəsini 15000 manat endirimdən əldə edə bilər. Bundan başqa 8 oturacaqlı, ümumi çəkisi 5 tonu aşmayan avtomobilin utilizasiyasına görə ödəniş 2000 manat. Oturacaq sayı 8-dən artıq olan və çəkisi 5 tondan çox nəqliyyat vasitəsi üçün ödəniş məbləği 3000 manatdır.
Məlumata görə indiyədək nəqliyyat vasitəsinin utilizasiya nəticəsində müraciət edən ərizəçilərə 1 milyon manatdan çox birdəfəlik ödəniş olunub. Nigar Namiq, Ramin Yaqubov, Real.